Dünya həyatı oyun oyuncaq, oyun əyləncə, bəzənmək, öz aranızda fəxirlənmək, öyünmək, yəni mal dövləti və övladları artırmaqdan başqa heç nə deyil. Bax, İmam Qurtubi, rahiməhullah deyir ki, oynamaq ancaq uşaqlar arasındadır. Amma çox təəssüflər olsun ki, bugün böyüklər artıq oynayır. Böyüklər görsən ki, oyunlardadır. Ya telefon oyunları, ya nə bilim top oyunları, ya nə bilim nə oyunları. Yəni oyunla şeytan bugün böyükləri məşğul edir. Yəni görün nə qədər dünyanın qədri zəifləyib, düşüb aşağı. Ki şeytan o qədər insanlara rahat yollar tapır ki, artıq böyükləri oynadır. Əvvəl böyüklər oynamazdılar. Ona görə Allah Azza və Cəllə bunu uşaqlar haqqında gətirib. Bu dünya həyatı mərhələn, yəni uşaq vaxtı insan oynayır. Həqiqətən baxsan uşaq ancaq oyun axtarır. İstəyir ki oynasın. Biraz böyüyən kimi indi ləhv lazımdır. Yəni əyləncə. İstəyir əyləncə axtarır. İstəyir əylənsin, yəni nəfsini razı salsın. İstəyir əylənsin, yoldaşları ilə, dostları ilə. Yəni fikrində ancaq odur. Biraz da insan böyüyür, keçir o şəbəblik, cavanlıq vaxtını, keçir 30-u adlayır, artıq zinət axtarır. Əsas da zinət qadınlarda olur. Yəni zinət qadınlardadır. Amma bu baxsan görsən ki, bugün kişilər bəzənib düzənir, orasını belə düzəldir, burasını elə düzəldir. Yəni əsas bəzənmək qadınlara aid olan şeydir. Baxırsan ki, 30-u adlayanda istəyir ki 5 dənə sadə olsun, 10 dənə köynəyi olsun, 20 dənə şalvarı olsun, ancaq bəzənsin, düzənsin, gözünü gözəl göstərsin. Dəyməz dünya ilə axirəti dəyişməyə. Nədir dünya? Nədir dünya?